Bir başqa şəhidin anası mənə yazmışdı. Deyirdi ki, bir dəfə olmadı atasının sözünün üstündə söz desin. Ata danışanda başını ancaq aşağı salırdı. Ata da ki, qəddar adam deyil, atası ilə dostluğumuz var mənim özümün. Tanışlığımız var, münasibətimiz var. Çox qabiliyyətli, qanacaqlı bir insandır atası. Qəddar, sərt, kobud adam deyil, amma bu öz ədəbini saxlayırdı. Deyir, mümkün deyildi bu otura ata evə daxil ola, ayağa dururdu. Atası nə desə deyirdi, baş oldu. Bir dəfə atasının sözünün üstünə söz deməmişdi. Bir ata mənə yana-yana deyirdi ki, indi deyirəm, Cəllabaddaydık, yadımdadır, xüsusi təyinatlılardan biri şəhid olmuşdu. Deyir, indi məni yandırır, oğluma deyirəm ki, kaş bir dəfə mənə hörmətsizlik eləyərdin ki, indi lap yandırır axı məni. İndi yadıma düşür, lap yandırır ki, bu uşaq mənə bir dəfə də hörmətsizlik eləmədi. Dərdim daha da ağırlaşır ki, gör mən kim itirmişəm. Bütün o yaxşı xatirələri sonra ata-ananın bax sinəsinə belə dağ çəkir. Deyirdim, oğlum, bura hərbi hissə deyil, mən çağıran kim gəlib belə dayanırdı qarşımda. O mənada yox ki, bu həyat belə qurudur, atasından qorxur. Ata deyir, mən çox mehriban idim ondan, çox hörmət eləyirdim. Mən ona qarşı heç vaxt bir dəfə səsimi uzatmamışam onun üstünə, qışqırmamışam, heç ona imkan vermirdi. Ancaq deyir, hamının xidmətində idi ailədə, evdə. Hamı ilə can deyib can eşidirdi. Bax, belə insanlara qismət olur şəhadət. Şəhadətin gərək həyatla əlaqəsindən danışaq, ancaq cənnətdəki məqamından yox. Necə yaşayırsan ki, bu sənə qismət olur? Necə yaşayırsan?